Bismillahirrahmanirrahim. Qardaşlar, Qurani-Kərimdə yeni bir möcüzələrlə sizi tanış eləmək istəyirəm. Əvvəla deyim ki, Tahir Muradov Quran yazsaz, TikTokda, YouTube'da mənim yüzlərlə Qurani-Kərim barəsində möcüzələrim var. Qurani-Kərimin rəqəmsal sistemi ilə izah edirəm. İndi gəlin görək, yeni nə kəşf eləmişəm Qurani-Kərimdə və bu kəşf elədiklərimi həqiqətən 1500 ilə yaxındır ki, heç kəs görmüyor. Hamısı bunlar mənim özümə məxsusdur və mən bunu təkəbbürlü üçün demirəm. Yəni, sadəcə olaraq bunun nə qədər əhəmiyyətli olduğunu istəyirəm ki, biləsiz. İndi gəlin baxaq. Deməli, biz burada nə görürük? Allah, Rahman, Rahim. Deməli, qardaşlar, burada nə kəşf elədim? Bismillahirrahmanirrahim Qurani-Kərimin ilk ayəsidir və ilk cümlədir. İqra bismi rabbikəl-ləzi xələq ayəsi gəlməmişdən öncə ilk gələn cümlə Bismillahirrahmanirrahimdir. Yəni, biz Ələq surəsinin ilk ayəsi olaraq Bismillahirrahmanirrahim İqra bismi rabbikəl-ləzi xələq deyərək götürə bilərik. Deyərək ki, Ələq surəsi 2 cümlədən ibarətdir. Birinci cümlə belə başlayır. Bismillahirrahmanirrahim İqra bismi rabbikəl-ləzi xələq. Yəni, Ələq surəsinin ilk ayəsi budur. Amma desək ki, Ələq surəsi İqra ilə başlayır. İqra Qurani-Kərimin ilk kəlməsidir desək, səhv edərik. Niyə? Onda Bismillahirrahmanirrahim harada qaldı? Deməli, ilk kəlmə Bismillahdir. Allahın adı ilə deməkdir və ya isim kəlməsidir. İlk Qurani-Kərimdə səslənən səs bə səsidir. Bismillahın b səsi. Əlf deyil. İqra kəlməsi deyil. Deməli, Bismillahirrahmanirrahim nədir? Qurani-Kərimin ilk cümləsi və Bismillahirrahmanirrahimdə Allah Təalanın 3 adı var. Allah, Rahman, Rahim. Bu 3 ad. İndi bu adların əbcəd rəqəm dəyəri Allah 66-dır, Ər-Rahman 329-dur, Ər-Rahim 289-dur. Deyərsiniz ki, bunları dedin əbcədlə və bunlar nədir? Bunlar əlifba sırası ilədir. Yəni, əlifba sırası ilə baxsaq, Allah 74-dür, əbcədlə 66-dır. Əbcədlə 329-dur Ər-Rahman, amma 89-dur əlifba sırası ilə baxanda. Və Ər-Rahim 92-dir, əlifba sırası ilə baxanda 289-dur. İndi siz də deyə bilərsiniz ki, yəni, nə demək istəyirsən? Deməli, əbcədlə baxanda bunlar elədir. Və biraz da sözü mən sizə açım. Nə üçün belə elədir? Əlif 1-dir, ləm 30-dur, ləm 30-dur, hə 5-dir əbcəddə. Elədim 66. İndi Ər-Rahman kəlməsi nə üçün 329-dur? Əlif 1-dir, ləm 30-dur, ra 200-dür, ha 8-dir, mim 40-dır, nun 50-dir. Elədim 329. Bəs əbcədlə baxanda nə üçün 289 edir Ər-Rahim kəlməsi? Əlif 1-dir, ləm 30-dur, ra 200, ha 8-dir, yə 10-dur, mim 40-dır. İndi bəs mən nə kəşf eləmişəm? Mən sadəcə olaraq bayaqdan sizə bunu deyirəm. Kəşf budur ki, əbcədlə olanları biz ilk rəqəmlərin götürəndə ilk rəqəmlərin 6, 3, 2-dir. Allah kəlməsinin əbcədi 66 olmağına baxmayaraq ilk rəqəmi
6-dır. Ər-Rahman kəlməsinin ilk rəqəmi 3-dür. Ər-Rahim kəlməsinin ilk rəqəmi 2-dir. Bunların hesablayanda 6, 3, 2 neçələrdir? 632. Bismillahirrahmanirrahimdə deməli qardaşlar, artıq Allah Teala'nın adları qurtarır. Bismillahirrahmanirrahim. 3 dənə adı var və bu cümlə bitir. 632-də də məhz elə Quran-ı Kərim dayanır, Quran-ı Kərim bitir. Deməli, rəqəmsal dəyərlə Allah Teala göstərir ki, rəqəmsal dəyərlə bu kitab nə zaman bitəcək? Özü də hansı təqvimlə? 632 müqəddəs təqvim olan 2 təqvim var. Biri müqəddəs təqvim Hicri qəməri təqvimidir. Hicrətlə götürülən, Məkkədən Mədiniyə hicrət olub, onunla götürülən təqvim müqəddəs İslam təqvimidir. Bir dənə də müqəddəs təqvim var, Həzrəti İsa'nın anadan olduğu vaxtla keşişlərin hesablayıb qəbullədiyi bir müqəddəs təqvim. Fikir verin, Həzrəti İsa Quran-ı Kərimdə buyurur, mənə səlam olsun doğulanda da, öləndə də, doğulacağı günə səlam göndərir. Fikir verirsinizmi? Onun doğulacağı günlə də təqvim yaranır. Yəni, təqvimin müqəddəsliyi Quran-ı Kərimdə elə göstərilir. Doğulacağı günə səlam göndərib. Kim? İsa. Harada göndərib? Quran-ı Kərimdə bu var. Müqəddəs kitab Quranda. İndi deməli, Bismillahirrahmanirrahim ilk Allah Rahman Rahimə baxanda 632 gördük. Elə bu mu? Xeyr, qardaşlar. Baxın, deməli, Bismillahirrahmanirrahimin rəqəmsal dəyəri 236-dır. 236-nı biz arxadan qabağa oxuyanda 632 yenə yaranır. Yəni, bizim rəqəmsal sistemlə desək ki, 236, amma yazı kimi oxusaq, ərəblər yazını buradan başlayırlar, bizim əksimiz olaraq bu tərəfdən başlayırlar. Bu cür oxusaq, yəni necə ki, Bismillahın bəyəsi buradadır, bu cür başlasaq sağdan sol oxumağa 632, yenə Bismillahirrahmanirrahim rəqəmsal dəyəri. Deyəsiniz, necə yəni izah elə? Bunu gəlin izah edeyim sizə. B hərfinin rəqəmsal dəyəri 2-dir. Sin hərfinin rəqəmsal dəyəri 12-dir. Əlifba sırasında 12-dir. Mən əlifba sırası ilə siz oxuyuram, ta əbcət ilə yox. Mim hərfinin rəqəmsal dəyəri 24-dür. Əlifba sırasında 24-cü yerdə yerləşir. Yoxsa əbcətlə olsaydı mimə 40 deməliydim, sinə 60 deməliydim. B zatən yenə 2-dir, əbcətdə də, əlifbada da. Əliflə ləmi oxumuram. Görürsünüz, yaşıl rəhdə bunu rəhləmişəm. Çünki əliflə ləm oxunmur. Mən də oxumadım. Ləm hərfi 2 dəfə oxunur. Mən də oxudum. Əlifba sırasında ləm hərfinin dəyəri 23-dür. 23-cü hərfdir. 2 dənə 23-üm neçə edir, qardaşlar? 2, 23-üm 46. Mən də 46 yazmışam. Hə hərfi 27-ci hərfdir. Əliflə ləm oxunmur. Mən də oxumadım. Ra hərfi rəqəmsal dəyər əlifba sırasında 10-cu yerdədir. Amma burada ra hərfi 2 dəfə oxunur. 10 və 10 neçələrdir? 20. Ha hərfi 6-cı hərfdir. Mim hərfi 24-cü hərfdir. Nun hərfi 25-ci. Əliflə ləm oxumadım. Ra hərfi 10 və 10 elədi 20. Ha 6-cı hərfdir. Y hərfini oxumadım, çünki oxunmur. Mim hərfi 24. Cəmi neçələrdir? 632. Yəni, Bismillahirrahmanirrahim. Amma cəmi 632 eləmirdi də, düzdürmü? Cəmi eləyirdi 236. Biz bunu 632 nə üçün yazmışıq? Çünki biz bunu ərəblər kimi yazı kimi oxusaq, halbuki ərəblər də bizim kimi 236 deyər ha bunu, bizim kimi oxuyar. Ruslar kimi, ingilislər kimi buradan deyər. Amma rəqəmi, mən deyirəm, rəqəmi gəlin götürək,
Yazı kimi oxuyaq. Görək nə çıxır. 632 rəqəmi onda çıxır. Fikir verirsiniz, yəni bütün bunlar, indi keçdik yenə buna. Bunları dedim ki, budur. Bəs bunlar nədir? Əlifba sırası ilə əlif 1-dir, ləm 23-dür, ləm yenə 23-dür, hə 27-dir, elə də 47. Amma əbcədlə 66 idi. Çünki əlif 1, ləm 30, ləm 30, hə 5 idi. Ər-Rahman kəlməsi də əbcəddə 329 idi. Amma əlifba sırası ilə baxsaq, Ər-Rahman kəlməsinin rəqəmsal dəyəri 89-dur. Niyə? Nun 50-dir, mim yox, nun 50 əbcədləndir. Nun 25-ci hərfdir, mim 24-cü hərfdir, ha 6-cı hərfdir, ra 10-cu hərfdir, ləm 23-cü əlif 1-ci hərf. 89. Mim 24-cü hərf, yə 28-ci hərf, ha 6-cı hərf, ra 10-cu hərf, əlif 1-ci hərf, ləm 23-cü hərf. Elədir 92. İndi deyirəm ki, gəlin bunların hamısını toplayaq, hamısını. Əlifba sırasında olan dəyəri ilə əbcəddə olan dəyəri. 939 çıxır. 939 sizə nəyə xatırladır? 939 Həzrəti Mehdinin Qeybət-i Kübrasıdır. Həzrəti Mehdi Qeybət-i Kübrası 3 rəqəmdir. 939, 940, 941. 3 rəqəmdən biri Həzrəti Mehdinin Qeybət-i Kübrasıdır. Böyük qeybətə gedir. İmamın qeybəti Bismillahirrahmanirrahimdəki Allah, Rəhman və Rahim kəlmələrində görsənir. Qeybət. İmamın sonu. Əslində insanlarla əlaqədə sonu. İmam yenə də yaşayır artıq. 1000 illərdən çoxdur ki, yaşayır. İndi fikir verin. Bəs bu 14-cü məsumun sonuydu. Allah, Rəhman və Rahim kəlmələrini toplayanda. Bəs yalnız əbcədlə baxanda kimin sonu görsənirdi? 6, 3 və 2 rəqəm 632. Quranın sonu və Həzrəti Peyğəmbərin birinci məsumun sonu. İndi gəlin baxaq görək, qardaşlar. Biz 632 rəqəmin bir də harda görə bilərik? Fatihə surəsində. Quran-ı Kərimi açanda ilk qarşımıza gələn Fatihə surəsidir. Fatihə surəsində Quran-ı Kərimdə 632 rəqəmin görürük. Amma 1500 ilə yaxında bunu heç kəs görməyib. Çünki bu cür hesaplamayıb. Niyə? Bax, Bismillahdə bə hərfi 2-dir əbcəddə. Əlif 1-dir, mim əbcəddə 40-dır, sad 90-dır. Bu cür hesablayıblar, tapa bilməyiblər. Mən yeni bir rəqəmsal dəyərlərlə hesaplamaq rəqəmsal dəyərini tapdım. Bir dəyər tapdım ki, yəni bəyi ancaq 2 deyiblər. Əbcədlə 2-dir. Mən dedim, amma gəlin, məndən öncə mən inanmıram ki, kimsə deyək ki, gəlin əlifba sırası ilə hesablayaq. Ancaq əbcədlə hesablayıblar. Məncə yeganə mənəm ki, əlifba sırası ilə gəlin hesablayaq demişəm və yaxud da hərfin adın gəlin yazaq baxaq demişəm. Hərfin adın. Baxın, əbcədlə hesablayıram. Bə 2 idi, düzdür? Bunu qəbul eləmirəm. Hərfin adını yazıram. Hərfin adı bədir. Bə və əlif. Hərfin adı o cür yazılar. Bə 2-dir əbcəddə, əlif 1-dir, elədir 3. Əlifin adını yazırıq. Əlif, ləm, fə. Əlif 1-dir, ləm 30-dur, fə 80-dir, elədir 111. Deyərsən ki, bunlar nədir? Bu Fatihə surəsinin ilk hərfləridir. O bir də təkrar edəcəm. Bu Fatihə surəsinin 7 ayəli Fatihə surəsinin ilk hərfləridir. Birinci ayə bə ilə başlayır. Bismillahirrahmanirrahim. İkinci ayə Elhamdülillahi Rabbil aləmin. Əliflə başlayır. Əliflə. Elhamdülillah əliflə başlayır. Ər-Rahmanir-Rahim. Üçüncü ayə əliflə başlayır. Maliki yevmiddin. Maliki yevmiddin. Mim hərfi. Dördüncü ayə. Hərfin adını yazmışam. Mim 40-dır. Mim 40-dır. Yə 10-dır. Elədir 90. Əlif. Maliki yevmiddin. Sonra İyyəkə na'budu və iyyəkə nəstə'in.
əliflə gəlir. İyyəkə əliflə gəlir. Sonra ihdinəs sıratal mustaqim. İhdinəs sıratal mustaqim. İ ilə gəlir. İhdinə. İ əliflə gəlir. Əliflə gəlir. Sonra iki cümlədən ibarət olan, amma 7-ci ayə gəlir. Fikir verin, iki cümlədən ibarət olan 7-ci ayə. Sıratəl-ləzīnə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələddallin. Sad hərfi ilə başlayır. Sıratəl, sad. Sıratəl-ləzīnə. Sad hərfi ilə başlayır. Sad hərfinin rəqəmsal dəyəri 90 idi. Amma adı yazılanda 95 olur. İndi nə üçün gəlin baxaq. Bənin 3 olduğunu bildiniz. Əlifin 111 olduğunu bildiniz. Çünki əlif 1-dir, ləm 30-dur, fə 80-dir. Bu da elədi 111, bu da 111. Mim 40-dır, yə 10-dur, mim 40-dır, elədi 90. Bu əlif də 111 eləyir. Sad hərfi, sad 90-dır, dəl 4-dür, əlif 1-dir. Sad hərfində 3 hərf var. Sad, əlif, dəl. 95. 95. Amma marifəsiz yazanda, bu əliflə ləmsiz oxuyanda, bunların hamısını əliflə ləmsiz oxuyur. Buna görə bunu da əliflə ləmsiz oxuyanda nə olur? 95. Hamısını o cür. Bunun cəmi neçədir? Bunun cəmi, qardaşlar, 632-dir. Yəni, Fatihə surəsinin 7 dənə ayəsi var. Hər ayənin ilk hərfini götürüb adın yazırıq. Əbcədlə dəyərinə baxırıq. 632. Yəni, Fatihə surəsinin əvvəl hərfləri göstərir ki, bu kitab 632-də qutaracaq. Və bu kitabı ki, kimə vəhy olunub Həzrəti Rasulullah sallallahu aleyhi və səlləmə, o da 632-də dünyadan gedəcək. Daha bir gözəllik deyirəm. Necə ki, Allah, Rəhman və Rəhimin əbcət və hamısını demişdim ki, 939-dur Həzrəti Mehdinin qeybət-i kübrası. İndi biz bunu marifə ilə oxusaq, marifə ilə necə oxuyuruq? Yəni, mən sizə nə dedim? Bax, dedim ki, bu 632-dir. Düzdür? İndi gəlin, 7-ni vursaq 31-ə, eləyir 217. Üstünə 217-nin də üstünə gəlsək 632-ni. Sonra gəlsək üstünə 90-ı eləyəcək 939. 939 Həzrət Mehdinin 14-cü məsumu qeybət-i kübrasıdır. Amma inanıram ki, siz artıq başa düşməzsiniz. Bu nədir? Niyə bunu ora vurdu? Bax, 7-ni niyə vururam 31-ə? Çünki, qardaşlar, burada 7 dənə ayənin ilk hərfləri var. Bismillahın bəsi, Elhamdülillahin əlifi, Ər-Rahmanin əlifi, Məliki yevmiddinin mimi, İyyəkə na'budu və iyyəkə nəstə'in əlifi, İhdinə sıratal mustaqimin əlifi, Sıratəl-ləzīnə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələddallin ayəsinin 2 cümlədən ibarət olan 7-ci ayənin sadı. Bunları marifə ilə hesablasaq, marifə nə deməkdir? Yəni, əliflə ləmi bura qoysaq, nətər ki, sadda qoymuşdum, mən üstün örtdüm, dedim ki, bu cür baxaq. İndi üstün örtməyək, əliflə ləmi bura qoyaq, onda bu təşdidlə olur. Əlif 1-dir, ləm 30-dur. Bax, burada əliflə ləmi qoysaq, əlif 1-dir, ləm 30-dur, əlif 1-dir, ləm 30-dur, əlif 1-dir, ləm 30-dur. Bunun 7 dənə 31 qoyuruq. Çünki əlif 1-dir, ləm 30-dur. Marifəni bunun üstünə gəlsək. Demirik bə, deyirik əl-bə, demirik əlif, deyirik əl-əlif, əl-əlif, əl-mim, əl-əlif, əl-əlif, əs-sad, əs-sad. Bu sad hərfi şəms hərfidir. Ona görə 2 dəfə oxunur. Əs-sad təşdidlə gəlir. Bu cür oxusaq, amma hələ güya ki təşdidsizdir. Bax, bu cür oxusaq neçədən eləyir? 7 dənə 31-i, yəni əliflə ləm 31 deməkdir. 7 dənə 31-i vururuq. 7-ni vururuq 31-ə. Və yaxud da 31-i vururuq 7-yə. Dəxli yoxdur. Vururuq neçə eləyir? 217. Deməli, biz 632-nin üstünə 217 gəlməliyik. Amma əlavədə 90 gəlməliyik. 90 hardan oldu? 90
bax bu axı bu şəms hərfi idi. Bu əl-sad deyildi. Əl-sad deyildi. Əs-sad idi. Əs-sad. Sad hərfi 90-dır. Yəni 90-ı bir dənə də 90 gəlirik. Yəni bunun oxunuşu artıq bir olur. Əlif 1, ləm 30, sad 90, təşdid altında bir dənə də sad var. Yenə 90, əlif 1, dəl 4. Yəni bu 95 toplu 31 olmur. 95 toplu 31 topla 90 olur. Nə elədi? Rəqəmsal dəyər 939. Deməli, Fatihə surəsinin ilk hərflərini götürsək, birinci məsumun ölümü görsənir. Və insanlardan artıq gözlərdən qeyb olmasın. Həzrəti birinci məsum Peyğəmbər qeyb oldu gözlərdən. Yəni öldü, dünyadan getdi. Amma Həzrəti Mehdi ölməsə də yenə gözdən qeyb oldu. Nə zaman? 939-da. Bunu biz Bismillahirrahmanirrahimin bu cür dəyəri ilə də gördük. Fikir verin, bu cür dəyəri ilə. Yəni bunlar nə deməkdir? Bunlar o deməkdir ki, Qurani-Kərim